Məşhur erməni klarnet ifaçısı Yuri Sumqayitski kimi tanınan Yuri Sarkisyan ilə bağlı video yayılıb. Görüntülər bir toydandır. Musiqiçi tədbirdə Azərbaycan xalq mahnısı oxuyur. Maraqlıdır ki, bu ifa toydakılar tərəfindən alqışla, məmnunluqla qarşılanır. Mümkündür ki, sözügedən toyun sahibləri vaxtilə Azərbaycanda yaşamış erməni ailədir. Yuri Sarkisyan əslən Sumqayıtlıdır. O, həmin şəhərdə doğulub böyüyüb. Uşaqlıqdan Bakıda və Sumqayıtda yaşayıb. Azərbaycanın ustad sənətkarı, klarnet ifaçısı Ələsgər Ələkbərovun tələbəsi olub. Yuri Sumqayitski ifalarında Azərbaycan mahnıları, muğamları ifa edirdi. Onun qarmon ifaçısı Orxan Mirzəyevlə Rusiyadakı toylardan birində duetləri də var. Bu video sosial şəbəkələrdə yayılıb. Diqqət çəkən məqam odur ki, Yuri bu mahnını erməni mahnısı kimi təqdim etmir, ermənicə oxumur, onlara məxsus olduğunu iddia etmir, orijinalda səsləndirir. Yuri Sarkisyan 2021-ci ildə Rusiyada ölüb. Xatırladaq ki, 1988-ci ildən sonra Bakı, Sumqayıt və Gəncədən köçən ermənilərin demək olar böyük əksəriyyəti əsasən Rusiyada, Avropada, Amerikada məskunlaşıb. Qeyd edək ki, Azərbaycanda xeyli sayda erməni musiqiçi olub. Onlardan biri də Suren Mehrabyandır. O, uzun illər Zeynəb Xanlarovanın ansamblində gitara ifa edib. Suren əslən Gəncəlidir. Hazırda Moskvada yaşadığı deyilir. Gitara ilə yanaşı tar, ud və sazda ifa edir. Repertuarında əsasən Azərbaycan və türk mahnıları olur. Muğamları da mükəmməl ifa edir. Rusiyada toylarda, restoranlarda solo ifaçı kimi məşhurdur. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.